Deməli dostlar, bu Qarabağda ən çox diqqətimi çəkən məsələlərdən biri nə oldu? İndi müsbət tərəfləri dedik, qoy indi tənqidi bir məqamda deyək. Burada işləyən şirkət maşınları ki var, iri tonnajlı yük avtomobilləri. Çox bərbad maşın sürürsünüz. Ona görə də gündə bir qəza olur, özünüzlə yanaşı da kimisə də bədbəxt edirsiniz. O şirkətin kiminsə şirkəti olmağı, nə bilim belə deyək də, biraz belə sizə müəyyən güvən verməyi, amma sizi Əzraildən xilas eləmir, onu biləsiniz. Özünüz bir tərəfə, yəni başqa birini də bədbəxt edirsiniz. Biraz ehtiyatlı sürün. Bu döngələrdə, bu nə bilim sərt yerlərdə elə maşın sürürsünüz ki, yəni nəzərə alın ki, sizin sürdüyünüz maşınların ən yüngülünün çəkisi 8-10 tondur. Yəni bunu mütləq nəzərə alın. Çox bərbad sürürsünüz və indi başa düşdüm ki, Qarabağdan bu qədər gələn avtoqəza xəbərlərinin əslində səbəbi nə imiş?